Müsəlmanın Qalası kitabında olan zikirlərin izahını, şərhini davam etdiririk və müəllif rahimehullah namaza giriş, yəni namaza başlayarkən təkbirdən sonra edilən açılış dualarını gətirir. Onlardan bəzilərini götürdük və onlardan biri də Allahu Ekberu Kebiran, Allahu Ekber Kebiran, Allahu Ekber Kebiran, velhamdülillahi kethiran, velhamdülillahi kethiran, velhamdülillahi kethira ve subhanallah bukratan ve asila. Ve a'udhu billahi mineşşeytanirracim min nefhihi ve nefsihi ve hamzih. Yəni bu formada da gəlir açılış dualarından. Sadəcə bu hədisin isnadında ixtilaf var. Və bu hədis Cübeyr ibn Mut'im radiyallahu anhu rəvayət edir. Deyir ki, ənəhu ra'an nəbiyyə sallallahu aleyhi və səlləmə yusalli salətən. O Peyğəmbər sallallahu aleyhi və səlləmi namaz qılarkən görür. Amr deyir ki, mən bilmədim hansı namaz idi. Və namazda bu sözləri deyir. Allahu Ekber Kebiran. Yəni Allah Teala böyüklükdə ən böyükdür və bu üç dəfə təkrarlanır. Velhamdülillahi kethira. Allaha çoxlu həmd olsun. Yəni həmdə layiqdir. Və subhanallahi bukraten və asilə. Səhər axşam Allaha təriflər olsun və yaxud təriflər deyirəm. Yəni təsbih sözü, yəni Allah Teala'nı bütün naqisliklərdən, eyiblərdən uzaq tutmağa deyilir. Və sonra isə Əuzu billahi mineşşeytanirracim. Əuzu billahi mineşşeytan min nefhihi və nefsihi və hamzih. Şeytanın, yəni Allaha sığınır, Allaha sığınıram şeytandan, onun təkəbbürlüyündən, lovğalığından və bəzi rivayətlərdə isə mənası gəlir onun şeirindən və həmçinin nəfsihi, onun sehrindən, həmzihi isə onun vəsvəsəsindən. Deməli, bu hədisi sünnən sahibləri Abu Davud, İbn-Macə və həmçinin İmam Əhməd rahimehullah öz müsnədində gətirir. İbn Hazm rahimehullah Muhallə kitabında bunu dəlil olaraq gətirmişdir. Və yalnız bu hədislə hüccət olaraq gətirir və İbn Həcər rahimehullah bu hədisi həsənləşdirib. İbn Mulaqin səhih deyib və yaxud da həsən deyib. İraqi isə yenə bu hədisə həsən məşhur adlandırıb və Əhməd Şakir rahimehullah həmçinin bu hədisin səhih olmasına işarə edib və Şeyx Şüeyb Əl-Arnaut yenə bu hədisi həsən li qeyrihi adlandırıb. Yəni həsən li qeyrihi də yəni əməl olunacaq dərəcədə olan hədislərin sırasındadır. Və qardaşı Abdülqadir Arnavut həmçinin demişdir ki, bu hədis digər yolları ilə səhih dərəcəsinə qalxır. Və Şeyx Alban rahimehullah Sahih Əl-Kəlim Tayyib kitabında bunu gətirmişdir. Və həmçinin Sahih İbn Hibban kitabında və orada Sahih li qeyrihi adlandırmışdır. Və sadəcə orada 3 dəfə sözünü gətirməmişdir və Mişkət kitabında isə və bir də Abu Davudun Sünən əsərində isə zəif hesab etmişdir. Və bu hədisin isnadında zəiflik var. Lakin bunu səhihləşdirənlər və yaxud da həsənləşdirənlər bunu yollarına görə, yəni digər yollarına görə səhih və yaxud da həsən demişlər. Yəni ola bilər, yəni hədis özü özlüyündə isnadı baxımından zəifdir, amma digər yollarına görə hədis ayağa qalxır, yəni güclənir. Və həmçinin bunun digər şahidlərindən, yəni yollarından biri də odur ki, İbn Umar radiyallahu anhumədən gəlir. Deyir ki, beynəmə nəhnu nusalli ma'a Rasulillahi sallallahu aleyhi və səlləmə İz qalə rəculun minəl qavm. Biz Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər namaz qılırdıq və birdən namaz qılanlardan biri belə dedi. Allahu Ekberu Kebiran velhamdülillahi kethiran və subhanallahi bukratan və asilə. Yəni burada isə 3 dəfə yox, sadəcə 1 dəfə deyilməsi gəlir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Mənil qailu kəlimətə kədə və kədə
filan sözləri deyən kim idi? Yəni bu sözlər Allahu Ekber kebiran, yəni Allah Teala böyüklükdə ən böyükdür. Velhamdülillahi kesiran, Allaha çoxlu həmd olsun və yaxud da çoxlu həmdə layiqdir. Və subhanallahi bukratan və asilə, və səhər axşam Allahı təsbih edirəm. Yəni bütün naqis sifətlərdən uzaq tuturam. Və Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, bu sözü deyən kim idi? Və onlardan biri deyir ki, ənə ya Rasulallah, mən idim ey Allahın Rasulü. Fəqalə Nəbiyyü sallallahu aleyhi və səlləm, Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, acibtu ləhə, mən deyib bu sözə təəccübləndim. Futihət ləhə əbvabus səmə, o kəlmə üçün göyün qapıları açıldı. İbn Umar radiyallahu anhümə isə deyir ki, mən bunu Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdikdən sonra tərk etmədim. Yəni həmişə bu sözü deyərdim. Və həmçinin Səhih Müslimdə keçir və orada da 3 dəfə yox, 1 dəfə. Və kədə aydan min qeyri mə cəə fi axiri minəl istiadə billahi minəşşeytanirracim, və həmçinin axırında olan şeytanın şərrindən Allaha sığınma hissəsi də keçmir. Amma ön hissəsi isə Allahu Ekber kebiran, velhamdülillahi kesiran və subhanallah bukratan və asilə. Yəni bu hissəsi də Səhih Müslimdə keçir. Və həmçinin İbn Umar radiyallahu anhumadan bəzi rivayətlərdə gəlir ki, vəlləzi nəfsi biyədi, nəfsim əlində olana and olsun ki, inni lə anduru iləyhə təs'adu həttə futihət ləhə əbvabus səmə. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, nəfsim əlində olana and olsun ki, mən ona baxıram və ona o kəlmələrə göyün qapıları açılır. Və digər rəvayətdə isə gəlir ki, لَقَدْ اِبْتَدَرَهَا 12 mələkə. Yəni 12 mələkdir onu yazma, onun savabını yazmağa tələsmişdir. Və digər rəvayətlərdə isə gəlir ki, yəni İbn Umar radiyallahu anhumadan لَقَدْ رَأَيْتُ أَبْوَابَ السَّمَا فُتِحَتْ فَمَا تَنَاهَا دُونَهَا الْعَرْشِ. Mən gördüm ki, göyün qapıları ərşə qədər o kəlmə üçün açılır. Deməli, burada gəlir ki, təkbiratul ihramdan sonra, yəni namaza giriş təkbirindən sonra bu sözləri deyib. Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini, Allahu Ekber kebiran. Allahu Ekber sözünü nə vaxt deyir? Giriş təkbirindən sonra. Allahu Ekber giriş təkbiri. Sonra da bu sözlərdə də Allahu Ekber sözü keçir. وَهَذَا الرَّجُلُ الَّذِي صَلَّى فَقَالَ مَا قَالَ كَانَ ذَلِكَ أَيْضًا فِي ابْتِدَاءِ صَلَاتِ. Və həmçinin o sözləri deyən kişi də Peyğəmbər sallallahu aleyhi və səlləmlə namazla birgə olduqları zaman o da həmçinin təkbiratul ihramdan sonra bu sözləri demişdir. Allahu Ekber kebiran. Və İbn Hacer rahimehullah deyir ki, yəni ehtimal da vardır ki, ola bilsin bu təkbiratul ihramın özüdür. Və Amr deyir ki, Amr ibn Murra hədisin ravilərindən biridir. Lə ədri eyyə salatinhi, mən bilmədim o hansı namazı idi. Yəni fərz namazı idi, yoxsa nafilə namazı. Bəzi rəvayətlərdə isə gəlir ki, nafilə namazı idi. Nafilə namazında Allah Resulü sallallahu aleyhi və səlləm bu sözlər deyib. Lakin həmən hədisin isnadı səhih deyildir. Və digər ləfzdə isə İbn Hibbanın səhih əsərində keçir. Cübeyr ibn Mut'imdən qalə kənə Rasulullah sallallahu aleyhi və səlləm idə dəxələs saləh. Peyğəmbər sallallahu aleyhi və səlləm namaza girdiyi zaman belə deyərdi. Deməli, bu hədisin zahirinə əsasən həm fərzi və həmçinin nafiləni əhatə edir. Allahu Ekber kebiran, Allahu Ekber kebiran. Yəni, təkkəbbartu kəbiran. Yəni, elə bir ki, ərəb dilində bunun təqdirində söz var. Ukəbbiru kəbiran. Yəni, mən Allahı təkbir edirəm. Yəni, təkbir sözünün mənası təzim mənasında. Böyüdürəm, təzim edirəm, ucaldıram. Yəni, bundan öncə də təkbir haqqında geniş danışılmışdır. Allahu Ekber kəlməsi haqqında. Ekber min kulli şey. Yəni, Allah Teala hər şeydən böyükdür. Yəni, insan bu sözü dediyi zaman, yəni hər şeyi xatırlaya bilər.
işdədirsə, yəni namaza çağırılır, namazda da, əzanda da Allah Ekber sözləri keçir. Yəni Allahu Ekber, Allah Teala hər şeydən böyükdür. Yəni insan bunu anladığı zaman onun işindən də böyükdür, vəzifəsindən də böyükdür. Yəni namaza yönəlməli. Və həmçinin sıxıntılar varsa, problemlər varsa Allahu Ekber, Allah hər şeydən daha böyükdür. Yəni sənin sıxıntılarını da aradan qaldırmağa qadirdir. Və buna görə insan bu sözləri dediyi zaman namaza girişdə və yaxud da istiftah duasında gərək bu mənanı qəlbində anlayaraq desin. Əgər insan bu sözü, təkbir kəlmələrini, namaza girişdə təkbir var, sonra bir hərəkətdən başqa hərəkətə keçərkən rükudan, səcdə, qiyam, hər birində təkbirlər var. Yəni təkbirlərin mənasını insan anlayaraq deyərsə, o insan namazında başqa yerə çevrilməsi mümkün deyil və yaxud da insanlar görsün, eşitsin deyə əməl etməsi mümkün deyil. Əgər insan Allahu Ekber deyir və sonra insanlardan nəsə gözləyirsə, tərif gözləyirsə, yəni elə çıxır ki, insan o sözündə doğru deyil. Sözündə doğru deyil. Ona görə yəni zikirlərin, bu duaların mənasını bilmək, namazın sözlərinin mənasını bilmək namazı daha düzgün şəkildə yerinə yetirməsinə səbəbdir. Yəni insan təkbir gətirərək namaza girir və həmçinin bu istiftah duasında da təkbirlər var. Allahu Ekber, Allah hər şeydən böyükdür deyir. İnsan deyir ki, Allah hər şeydən böyükdür. Sonra dünyada dolaşırsa, namazdan çıxırsa, yəni cismən namazdadır, amma ruhən namazdan çıxırsa, başqa yerlərə gedirsə, yəni onda elə çıxır ki, Allahdan böyük nəsə var. Əgər həqiqətən də Allah onun üçün hər şeydən daha böyükdürsə, o namazında olar. Namazından kənara çıxmaz. Başqa yerə getməz, dünyada dolaşmaz və yaxud insanlar görsün, eşitsin deyə əməl etməz. Yəni o insan artıq bu sözləri deməklə o namazı ilə Allaha yaxınlaşır. Yəni məxluq üçün, insan üçün namazını bəzəmir, namazını gözəlləşdirmir. Və həmçinin namazın içərisində qəlbi zikirdən başqa bir şeylə məşğul olmur. Deyir ki, Allahu Ekberu kəbira. Yəni əgər deyir, bu sözün mənasını bilərək deyərsə, anlayaraq, digər dünyavi işlərlə məşğul olması, qəlbinin başqa yerə yönəlməsi mümkün deyildir. Deməli, əgər biz bu sözləri dediyimiz halda namazdan çıxırıqsa, yəni başqa yerə gediriksə, qəlbimiz dünyada dolaşırsa və yaxud da riya hasil olursa, onda elə bil ki, yəni dediyimiz sözləri bir növ yalanlamış oluruq. Vəlhamdülillahi kəsiran. Yəni Allaha çoxlu həmd olsun və yaxud həmdə layiqdir. Yəni biz götürdük ki, burada daha doğru olan əlhamdülillah dediyimiz zaman Allah həmdə layiqdir. Həmdə layiqdir. Həmdə layiq olan Allahdır. Çünki məxsusdur. Məxsusdur sözü hissi şeylərdə istifadə olunur. Məsələn, deyilir ki, ev filan kəsə məxsusdur, maşın filan kəsə məxsusdur. Çünki maşın, ev görünən, hissi bir şeydir. Amma deyiləndə ki, tərif filan kəsə məxsusdur deyim. Tərif mənəvi bir şeydir, görünməyən bir şeydir. Ona görə onda mənəvi şeylərdə deyilir, layiqdir. Və burada da həmd tərifdir. Yəni Allah Teala həmdə layiqdir. Yəni həmd sözünün mənası haqqında da götürdük ki, həmd özündə sevgini əhatə edir. Sevgi və həmçinin təzimi əhatə edir. Əgər insanın tərifində sevgi olmazsa, o mədh sayılır. Mədh sayılır. Mədh də tərifdir, həmd də tərifdir. Amma ərəb dilində elədir ki, o sözlərin xüsusi mənaları var. Bizdə tərcümə olaraq deyir ki, həmd tərifdir, mədh tərifdir.
amma fərqli mənaları var. O təriflər arasında fərq var. Həmd hansı tərifə deyilir? Sevgi və təzimlə olan tərifə həmd deyilir. Əgər o tərifdə sevgi olmazsa, o məd sayılır. Necə ki, şairlər padşahları tərifləyirdilər malın müqabilində. Amma qəlblərində ola bilsin ki, onları sevmir. Bəlkə də ən nifrət elədiyi bir kimsədir, amma nəyinsə qarşılığına görə tərifləyir. Ona görə buna məd deyilir və onlara da məddah deyirlər, məddahlar. Ona görə məddah sözü bir növ yaltaq mənasında da istifadə olunur. Nəyinsə müqabilində tərifləyir. Amma qul isə Rəbbini sevərək tərifləməlidir. Ona görə əgər o tərifdə sevgi yoxdursa, həmd sayılmır. Allahu Ekber kəbirən. Yəni, Allahu Ekber kəbirən. Vəlhamdülillahi kəsirən. Yəni, həmdən kəsirən. Yəni, Allah Teala bütün təriflərə layiqdir. Elhamdül kəsir alə'n-ni'ami zahirə. Yəni, Allah Teala'nın dünyada və axirətdə olan zahiri, aşkarda və batini daxildə olan nemətlərinə görə çoxlu həmd olsun, yəni həmdə layiqdir. Yəni, biz Allah Teala'nın bolluca verdiyi nemətlərinə görə və bundan öncə verilən nemətlərə görə və hər bir anda davamlı olan nemətlərə görə həmd edir. Hal-hazırda və həmçinin gələcək və həmçinin keçmişdə olan nemətlərə görə də həmd edir. Və subhanallahi bukratan və asilə. Yəni, subhanallah sözü zahirən məslərdədir, amma məna olaraq daha dolğun mənası feil keçir orada təqdirində. Subhanallah, yəni usabbihullah. Mən Allahı təqdis edirəm, təsbih edirəm. Yəni bütün naqis sifətlərdən, eyiblərdən uzaq tuturam. Bukratan və asilə. Bukratan və asilə, yəni səhər və axşam. Bukra sözü, bukra burada nəzərdə tutulan sübh namazı ilə gün doğanın arasıdır. Asilən isə axşam çağına deyilir. Bukratan və asilə. Mən Allahı təsbih edirəm, təqdis edirəm, tənzih edirəm səhər və axşam. Və Allah Teala da Quranda əmr olaraq deyir ki, sən Rəbbini səhər axşam təsbih et. Və ona görə buna uyğun olması üçün, bu ayəyə əməl edənlərdən olması üçün yaxşıdır ki, insanın təsbih etməsi. Yəni səhər axşam, necə ki səhər axşam zikirlərində 100 dəfə gəlib Subhanallahi və bihamdihi, Subhanallah və bihamdi. Və Subhanallah və bihamdi demək artıq elə bilir ki, insan həm səhər və həmçində axşam çağı Allahı təsbih edənlərdən, təqdis edənlərdən, tənzih edənlərdən. Demək, tənzih mənası Allah Teala'nı bütün eyib və naqisliklərdən uzaq tutması deməkdir. Demək, asil, yəni bir çox elm əhli deyir ki, asilən, yəni əsrdən sonradır və bəziləri isə deyir ki, zöhrdən sonra olan vaxtda da asil istifadə olunur. Necə ki, İbn-i Cərr rahiməhullah bunu gətirmişdir. Hətta dil baxımından da bu səhihdir. Yəni zöhrdən sonra olan vaxtda da deyilir. Enneke tusabbihullahu tunazzi bukratan və aşiyyə fi awwalil nahar və fi axirin nahar. Demək, bukratan və asilə səhər axşam, yəni günün əvvəlində və günün sonunda. Bu iki vaxtın zikr olunması ayələrdə də və hədislərdə də nəyə görədir? Bu iki vaxtın şərəfli olmasına görədir. Sübh çağının və həmçinin axşam çağının şərəfli olmasına görədir. Çünki bu vaxtlarda mələklər cəm olur, toplaşır. Həm gecə mələkləri və həmçinin gündüz mələkləri. Və həmçinin bu vaxtlar şərəfli vaxtlardır. Günün əvvəli bərəkətli vaxtdır. Hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Burikə li ümməti fi bukurihə. Yəni, ümmətimin erkən çağına bərəkət verilmişdir. Yəni, kim o erkən vaxtından, sübh vaxtından, sübh çağından istifadə edərsə, bərəkət verilir. Və həmçinin o vaxtı ruzinin bölündüyü vaxtdır.
Keçmiş salih insanlar, sələflər, sahabələr o vaxtı yatmağı belə qəflətdən hesab edirdilər. O vaxtı yatmağı, gün doğana qədər olan hissədə yatmağı qəflətdən hesab edirdilər. Hətta tabinlər deyir ki, biz İbn Məsudun evinə getdik sübhdən sonra və girmək üçün izin istədik. Xidmətçi çıxdı, izin dedi ki, girə bilərsiniz. Biz birinci dəfədə girmədik. Ola bilsin ki, kimsə ev əhli ilə yatmış ola bilər. İkinci dəfə yenə xidmətçi çıxıb izin verdiyi zaman biz evə girdik. İbn Məsud radiyallahu anh bizə sual verdi ki, yəni sizə izin verildiyi zaman sizə evə girməyinizə nə mane oldu? Biz də dedik ki, biz özümüz girmədik. Ola bilər kimsə ev əhlindən yatmış olar. Buna görə istəmədik birinci dəfədə girək. Və onda dedi ki, siz İbn Məsudun ailəsini qafil hesab edirsiniz. Yəni bu vaxtı yatmağı onlar qəflətdən hesab edirdilər. Çünki belə bir bərəkətli vaxtı yatılmaz yatmaq. Yəni müstəhəb sayılmır, məkruh sayılır, bəyənilməyən bir iş sayılır. Və həmçinin yəni günün əvvəlidir insanın cavanlığı yerindədir. Günün əvvəli insanın cavanlığı yerində. Necə ki, insanın cavanlığı necə keçərsə, çox vaxtda qocalığı ona uyğun olduğu kimi və həmçində insan günün əvvəlini yaxşı keçirərsə, günün yerdə qalan hissəsində daha yaxşı əməllərə, xeyirlərə, müvəffəq olmasına səbəb olur. Amma insan günün əvvəlini yataraq keçirərsə, qəflətdə keçirərsə, insan çox vaxt bilmir ki, gün necə keçdi. Faydasız keçməsinə, bərəkətsiz keçməsinə səbəb olur. Və buna görə də burada da bukratan vasitəsilə, yəni səhər vaxtı şərəfli bir vaxtdır. Və həmçinin axşam çağı da Allah Teala əsr vaxtına and içir. Əsr vaxtına and içir və həmçinin fəcr vaxtında Allah Teala and içir. Və ona görə əsr vaxtının da yəni əsrdən gün batana qədər olan bir vaxtdır. Və bu da şərəfli bir vaxt sayılır. Yəni bu vaxt olunan zikirlər daha müəqqət, daha güclü sayılır. Və həmçinin o vaxtı içilən and da belə, əsrdən sonra içilən and da daha böyük olur. Necə ki, Allah Teala Maidə surəsində buyurur ki, təhbisunəhumə min ba'dis salat. Yəni onları namazdan sonra saxlayın. Yəni bu vəsiyyət mövzusunda keçir bu hadisələr. Yəni bu da keçir hansı namaz? Əsr namazından sonra. Və həmçinin onun əzəmətinə dəlalət edən də odur ki, o insan ki, əsrdən sonra yəni and içər. Malını satmaq üçün yalandan and içərsə. Yəni bu nə qədər böyük olmasına dəlalət edir. Nəyə görə xüsusilə əsrdən sonra and içərsə gəlir? Çünki bu vaxtın əzəmətli olmasına, şərəfli olmasına dəlalət edir. Necə ki, sübhdən sonra, fəcirdən sonra olan vaxt şərəfli olduğu kimi. Deməli, bu iki vaxt, günün əvvəli və həmçində günün axırı zikr olunması, xüsusilə qeyd olunması bu iki vaxtın fəzilətinə görədir, şərəfli olmasına görədir. Və o vaxtda əməllərin daha asan olmasına görədir. Necə ki, Abdurrahman İbn Sə'di rahimehullah bu təfsirdə buyurur ki, Əhzab surəsi 42-ci ayədə وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا. Siz Allahı səhər və axşam təsbih edin. Yəni Allah Teala əmr edir. Allahı səhər və axşam təsbih edin. Ona görə səhər zikirlərində, axşam zikirlərində keçən Subhanallah və bihamdi zikrini etmək bu ayəyə əməl etməyə aiddir. Yəni Allah Teala bu iki vaxtda təsbihi əmr etmişdir. Allahı təsbih etməyi. Yəni bütün naqis sifətlərdən uzaq tutmağı. Və ona görə fəyəqul insan Subhanallah bukratan və asilə. Elə bir ki, belə də deyə bilər ki, Subhanallahi bukratan və asilə. Və elm əhlindən bəziləri isə deyir ki, burada günün iki tərəfi zikr olunur. Necə ki, ayədə ki, Rabbul məşriq vəl məğrib, məşriqin və məğribin Rəbbi. Və bu elə bil ki, iki tərəfinin zikr olunması günün
bütün hissəsini əhatə etməsinə də dəlalət edə bilər. Məsələn, deyiləndə ki, Rabbul məşriq vəl məğrib, Allah Teala məşriqin və məğribin Rəbbidir. Yəni, Allah Teala tək məşriqin, məğribin yox, bütün dünyanın Rəbbidir. Və həmçinin Rabbus səməvati vəl ard, yəni göylərin və yerin Rəbbi də keçir, yəni arasında olanların da Rəbbidir. Yəni, demək istəyirlər ki, Allahı təsbih edin səhər və axşam. Yəni, mənalarından biri odur ki, insan yaxşı olar ki, gün ərzində zikri etsin. Yəni, ola bilər bu zikir və yaxud da digər zikirlər. Mühüm olan odur ki, yəni dilin Allahı zikr etməklə islah qalmasıdır. Necə ki, Allah Teala buyurur, وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةً وَعَشِيَّةً. Orada onların ruzisi səhər axşam verilirdi. Səhər axşam, yəni mənalarından biri də odur ki, cənnətdə səhər axşam bütün vaxtı veriləcəkdir. Simarul cənnə və mə yətin fiyhə min əlvanil mət'umət. Yəni cənnət meyvələri onlara hər bir vaxt veriləcəkdir. İstədiyi vaxt hazır olacaqdır.